Mən ümumiyyətlə bu sənət aləminə ayaq qoyandan, qədəm qoyandan mən meyxananın özünə də bir mədəniyyət kimi baxmışam. Yəni meyxana incəsənətin bir qoludur. Azərbaycanın folklorudur, Azərbaycanımızın şifahi xalq ədəbiyyatına daxil olan bir sənətdir. Biz elə şeylər yaza bilərik, elə bir şeylər çıxarda bilərik ki, ortaya ondan cəmiyyət həqiqətən də faydalana bilər. Məsəl üçün buna sübut olaraq mənim yaradıcılığımda dostluq rəvayətim var. Yəqin ki, dinləmisiniz. Dostum biri İranda, biri Azərbaycanda. Bu məşhur rəvayətlərdən biridir. Halallıq rəvayətim həmçinin. Sonra yəni meyxana aləminə qarışıram. Hələ ki mən meyxanadan kənara çıxmıram. Bir çox mahnılarım var ki, məsəl üçün vətənpərvər mahnılarım, dünyavi mahnılarım. Yəni elə bu yaxınlarda yeni bir mahnım çıxacaq inşallah Ömrümüz. Ömrümüz mahnısını mən ilk dəfə 2004-2005-ci illərdə oxumuşdum. Rəhmətli Elnur Valiyə məndən xahiş elədi, ifa etməyini verdim. Elnur da Elnurun səsində də çox gözəl alınmışdı. Allah rəhmət eləsin. Elnur mənim kiçik qardaşım idi, belə deyək. Elnurun yanında olmuşam həmişə sənətə təzə addım atan vaxtlarında.